Salamünaleyküm, hardayam? Hardayam? Xırdalandayam, həm də hökumət dairəsindəyəm. O necə olur, özüm də bilmirəm. Sənəddə Xırdalandı, amma hökumət dairəsinə çox yaxın məsafədədir. Hökumət qurğuna burdan hardasa 2-3 dəqiqəlik yoldur. Əsas yola 15 metr məsafədə. Xırdalandı bura. Yolun bu izi Xırdalandı, bu tərəfə hökuməlidir. İndi hansı hissəni götürür? İstən Xırdalanda yaşayır, istən hökumədə yaşayır. Ev çox gözəldir. Baxın, bir də burada geniş zalı var. Həqiqətən çox genişdir. İstəyə uyğun bütün mebellər qala bilər. Bütün mebellər qala bilər. Buradan gəldi. Bir dənə burada yataq otağıdır. Baxın. Ölçüsü yaxşıdır. Qiyməti hamısına yaxşıdır. Qiymət haqqında da məlumat verəcəm. Buradan gəldi. Bir dənə də burada geniş mətbəxdir. Mətbəxi var. Çox genişdir. Təmiz, səliqəli. Mətbəx öyle evin içərisində qalacaq. Görürsünüz də. Normaldır. Qiyməti yaxşı, evin özü yaxşı, həyət bazası geniş. Burada da bir dənə yataq otağıdır. Ölçüyə bax, bu da çox genişdir. Yataq otağı dəsti, qiymətə daxildir. Yəni bunlar hansı da qalacaq. Qiymət haqqında məlumat verim. Qiyməti nə az nə çox. 40.500 manata. 40.500 verirsən, bu evə sahib olursan. Buradan da gəldi. Buradan da gəldi. Bir dənə burada foyesidir. Burada hamamı. Burada sanuzeli. Burada sanuzeli. Tam təmirli. Qəşəng təmiri var. Həqiqətən gözəl təmiri var. Yeri çox gözəl yerdədir. Əsas yola 15 metr məsafədə. Yəni əladır. Nə verər? Suyu paslayanlıdır. Suyu paslayanlı. Wi-Fi-nə kimi var. Baxın. Buradan da gəldi. Burada da bir dənə həyətidir. Harasa 3 maşınlıq həyəti var. Ev 3 daş görsənir kürsü, amma 7 daş kürsüdədir. Suyun şot çıxıyor, baxın. Oradan padvala girişi var. Padvala girirsən, artıq nəyinsə varsa qoyursan. Yəni buradan da gəldi. Normaldır. Əlaqə saxlayın inşallah. Evin qiymətinə görə gözəl variantdır. Bu qiymətə gec-gec evlər çıxır. 3 otaqlı harda var? 40.500. Sağ ol, var.